son vaxtlar bir dəb halını alıb da. Məsəl üçün, keçmişdə bir-birinə sevgili olan, belə aşk yaşayan, belə xoşbəxt olan, müvəqqəti də olsa, qısa ömürlü də olsa, yaşanmış insanlar var ki, onlara sual verirlər ki, bizim aparıcılar. Telefonla filan kəsin adını necə yazmışsın? Onlar da ya cavab verir silmişəm, ya deyir ümumiyyətlə adı yoxdur. Nə fərqli-fərqli cavablar verirlər. Namik bizim məxnaçı, Namik Qaraçuxurluya da sual veriblər ki, Aygün Kazımovanın adını telefonunuzda necə qeyd etmişsiniz? Ay, yenidən belə aləmi qarışdırırlar da bir-birinə də. O da deyib ki, biz onunla duet ortağıyıq. Toya gedəndə, məclisə gedəndə bir yerdə oluruq. Mən onun adını deyib, telefona qeyd etməmişəm. Amma Namikdən fərqli olaraq Aygün Kazımova həmişə səmimi olub da. Mən Namiki sevmişəm, Namik məni sevib, çox mehriban olmuşuq, uzun müddət bir yerdə yaşamışıq. Amma Namik həmişə təqsir verir və deyib ki, mən Aygün Kazımovanın adını telefonuma qeyd etməmişəm. Onun nömrəsini, yəni əzbərdən bilirəm, yadımdadır, yaddaşımdadır. Bir şey lazım olanda həmən nömrəni yığıram. Sözümü Aygün Kazımovaya deyirəm. Yəni onun adını telefonuma qeyd etməmişəm. Məncə elə belə yazmaq olardı da həmkarım Aygün Kazımova. Duet ortağım Aygün Kazımova. Sara Səfra Bahadurdan bu qədər.